Tarixən üzüm plantasiyaları ilə seçilən Cəlilabadda üzümçülük son illərdə ciddi şəkildə geriləyir. Fermerlər bağlarını sökməyə məcbur qalırlar. Bəs mütəxəssislər isə vəziyyətin daha da pisləşəcəyindən narahatdırlar. Daha ətraflı istəyirəm sujetdən məlumat alaq. Cəlilabadda üzüm bağlarının sahəsi 1700 hektardan 1100 hektara düşüb. İstehsalçılar bildirirlər ki, artıq üzüm becərmək əvvəlki kimi sərf etmir. Məhsul satışından əldə olunan gəlir çəkilən xərc və zəhməti ödəmədiyindən bağların saxlanılması iqtisadi cəhətdən məqsədə uyğun hesab olunmur. Bir vaxtlar rayonda kənd təsərrüfatının əsas strateji istehsal sahələrindən olan üzümçülük indi ayrı-ayrı təsərrüfatlarda demək olar ki, köklü şəkildə ləğv olunmaqdadır. Bunu isə mütəxəssislər son vaxtlar mövsüm zamanı qiymətin alıcılıq qabiliyyətinin xeyli aşağı düşməsi və bölgədə emal müəssisələrinin olmaması ilə əlaqələndirirlər. Cəlilabad rayonunda artıq texniki üzüm demək olar ki, qalmamışdır. Bu da texniki üzümün qiymətinin, yəni şərab zavodlarının olmaması, çox uzaqda olması, texniki üzümün götürülməsindəki problemlər, aşağı qiymətə götürülməsi, adətən nisyə verilməsi, aylarla onun pulunun yubadılması və bu da fermer və sahibkarların inciməsinə səbəb olur. İstər-istəməz bu sahədən onların əlini soyudur. Üzümçülük həmişə olub ki, yaxşı olubdur, üzümümüz çox olub, məhsulumuz olub, 100 min tonlarla zavodlarda məsələn üzüm istehsal olunubdur, hər şey olub. İndi qiymət söhbətinə görə da heç kəsin marağı yoxdur, məsələn üzümçülük eləməyə, əkməyə. Onu demək istəyirəm ki, bu sahələrə məsələn diqqət yenidən artırılsın ki, üzümçülük olsun, məsələn məhsuldarlıq olsun, məsələn cəmiyyətin dolanışığı yaxşı olsun. Mütəxəssislərin sözlərinə görə ötən mövsüm üzümün satış qiymətləri istehsalçılar üçün olduqca üzücü olub. Fermerlərin əksəriyyəti məhsulun maya dəyərini belə çıxara bilməyib. Məsələn, mövsüm zamanı 40-50 qəpikdən satılan süfrə üzümü istehsalçıya kompleks becərmə dövründə kiloqramı 40 qəpiyə başa gəlib. Məsələ aidiyyatı qurumun da diqqətindədir. Bu sahədə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq və tövsiyə edilir ki, rayonumuzda üzüm emalı müəssisəsi və saxlama kamerlərinin tikilməsi bir növ üzümçülüyün təkrar inkişafına, əvvəlki şöhrətinin qaytarılmasına təkan ola bilər. Bir sözlə, daxili və xarici bazarda satışın zəifliyi, qiymətlərin sərfəsiz olması üzümçü fermerləri çətin seçim qarşısında qoyub. Halbuki Cəlilabadın üzüm bağlarında Mahmudu, Həməşəra və Ağadayı kimi əsirli qədim üzüm sortları bugün də qorunub saxlanılır. Lakin bu sahəyə biganə münasibət səbəbindən fermerlər illərlə zəhmət çəkib yetişdirdikləri bağları məhv etməyə məcbur olurlar.